Ət-Təğabun, qarşılıqlı aldanma surəsi. Mərhəmətli və rəhimli Allahın adı ilə. Göylərdə və yerdə olanların hamısı Allahın şəninə təriflər deyir. Hökm O'nundur, həmd O'na məxsusdur. O, hər şeyə qadirdir. Sizi yaradan O'dur. Kiminiz kafir, kiminiz də mömindir. Allah nə etdiklərinizi görür. O, göyləri və yeri ədalətlə yaratdı. Sizə surət verib onları gözəl şəklə saldı. Dönüş də O'nadır. O, göylərdə və yerdə olanları bilir. Sizin gizlində və aşkarda nə etdiyinizi də bilir. Allah kökslərdə olanlardan agahdır. Daha öncə kafir olmuş və öz əməllərinin cəzasını dadmış kimsələrin xəbəri sizə gəlib çatmadımı? Onlar üçün acılı-ağrılı bir əzab hazırlanmışdır. Bu ona görədir ki, elçiləri onlara aydın dəlillər gətirirdi. Onlar isə, məyər bizə bir insan mı doğru yol göstərəcək deyirdilər. Onlar küfr edir və üz döndərirdilər. Allahın onlara ehtiyacı yoxdur. Allah zəngindir, tərifə layiqdir. Kafir olanlar heç vaxt dirildilməyəcəklərini iddia edirlər. De ki, xeyr, Rəbbimə and olsun ki, siz mütləq dirildiləcəksiniz. Sonra isə etdiyiniz əməllər sizə xəbər veriləcəkdir. Bu, Allah üçün çox asandır. Elə isə Allaha, O'nun elçisinə və nazil etdiyimiz nura iman gətirin. Allah nə etdiklərinizdən xəbərdardır. O gün Allah sizi toplanma gününə cəm edəcək. Həmin gün qarşılıqlı aldanma günüdür. Hər kəs Allaha iman gətirib yaxşı işlər görsə, Allah onun günahlarını bağışlayar və onu ağacları altından çaylar axan cənnət bağlarına daxil edər. Onlar orada əbədi qalacaqlar. Bu, böyük müvəffəqiyyətdir. Kafir olub ayələrimizi yalan sayanlara gəldikdə isə, onlar cəhənnəm sakinləridir. Onlar orada əbədi qalacaqlar. Ora necə də pis dönüş yeridir. Allahın izni olmadan heç kəsə bir müsibət üz verməz. Hər kəs Allaha iman gətirsə, Allah onun qəlbini haqqa yönəldər. Allah hər şeyi bilir. Allaha və onun elçisinə itayət edin. Əgər üz çevirsəniz, bilin ki, elçimizin öhdəsinə düşən yalnız açıq bir təbliğdir. Allah, ondan başqa heç bir məbud yoxdur. Qoy möminlər yalnız Allaha təvəkkül etsinlər. Ey iman gətirənlər! Şübhəsiz ki, zövcələrinizdən və övladlarınızdan sizə düşmən olanlar da vardır. Onlardan özünüzü qoruyun. Lakin onları əhv etsəniz, günahlarından keçsəniz və bağışlasanız, bilin ki, Allah bağışlayandır, rəhimlidir. Həqiqətən var dövlətiniz və övladlarınız ancaq bir sınaqdır. Böyük mükafat isə Allah yanındadır. Nə qədər bacarırsınızsa Allahdan qorxun, Peyğəmbərə qulaq asıb itayət edin və malınızdan öz xeyriniz üçün xərcləyin. Nəfsinin tamahından qorunanlar
nicat tapanlardır. Əgər Allaha gözəl bir borc versəniz, malınızı onun yolunda xərcləsəniz, o bunu sizin üçün qat-qat artırar və sizi bağışlayar. Allah şükrün əvəzini verəndir, həlimdir. Allah qeybi də, aşkarı da biləndir, qüdrətlidir, müdrikdir.